Talih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum. Salam hörmətli Talih TV izləyiciləri, hər birinizi salamlayıram. Bugün Talih TV'nin çəkiliş qrupası Mir Məhəmməd ağanın rəhmətə getdiyi gün münasibəti ilə biz Qubadlı rayonuna səfər edirik. Yol üstü Füzuli rayonunda dayanmışıq. Burada Mir Məhəmməd ağanın şəhərində qurulmuş abidənin önündəyik. Mən bugün sizə bir xeyirxah insan təqdim etmək istəyirəm. Rəhmət Muzaviş müəllim. Bax, bu baş gördük sizi. Bu abidənin quruluşunda yəni öz xərci ilə, öz kasıb vəziyyətində bax, bu abidəni qurulmaq üçün biz sizə minnətdarıq. Allah sizi var eləsin. Sizi tanıyanlarımız çoxdur. Tamaşaçılarımızdan çox sizi tanıyır. Ancaq tanımayanlar üçün mən təqdim etmək istəyirəm sizi ki, həqiqətən Abış müəllim, Allah canını sağ eləsin, bir xeyirxah insandır. Sağ olun. Çox belə bu qədər xeyirxahlıq edib. Allah sizi var eləsin. Biz hər birimiz gördüyünüzə görə minnətdarıq. Sağ olun. Bu ildə nə çətinlikləriniz olub? Necə qurmusunuz bunu? Valla çətinlik, hər bir işin başlanğıcı çətin olur. Bəli. Amma mən fəxr edirəm ki, belə bir iş görmüşəm. Biz də sizdən fəxr edirik. Mənim üçün ağır. Valla danışım. Babalarımın yolunda həmişə mən əziyyət çəkməyə, iş görmək üçün hazıram. Şimdi kim nədir başa düşür, hər an bir fikri olur, hər an bir amal olur. Amma mənim amalım deyəcəm odur ki, bu ocağı yaradan hamıya tanıdım. Mənim ancaq fikrim, xəyalım, amalım odur. Bu günə qədər burada bu işləri görmüşəm. İnşallah hələ burada yeni işlər olacaq bu yaxınlarda. Bura məscid formasında düzələcək. Məbbağa kimi hamı gələn gedən bu bütün Azərbaycan xalqı bilsin ki, burada beləncə bir gözəl şıxımız rəhmətə gedib, qanı bu yerə tökülür. Allah onun cəddi cənabı hamıya kömək olsun. Bura gələn hər bir insana, gəlib ziyarət edənlər hamısına Allah qala uzun ömür versin, can sağlığı, həyatlarında heç vaxtı neyim deməsin. Bu ocaq elə bir ocaqdır ki, bu ocağı deyib, bu ocağı yolun gedən adamların Allah qala həmişə kömək olur. Allah hamımıza kömək olsun, Allah hamımıza uzun ömür versin. Bu ocağın həmişə yolu saxlamaq bütün Azərbaycan xalqının borcudur. Biri də mənəm, mən də ki, həmişə də bu yolu saxlayacaq. Çox sağ olun. Allah sizə də can sağlığı versin. Bu Mirəmmin burada öldüyü gündür. Allah o dünyasını versin. Mirəmmin xatirəsinə görə yığışmışıq bura. Sadəcə olaraq Şahsvar babanın nəvələri deyil, bütün Mir Məhəmməd ağanı tanıyanların hamısı buranı ziyarət edir. Mən bunu demək istəyirəm ki, bu övliyanı heç kəs unutmasın. Mirsədə ağa ocağını heç kəs unutmasın. Hamı gəlsin, o ocağın işığına oradan ümidlə, necə deyim, istədiyi ürəyindəki diləyi tutaraq gəlir və ondan istədiyi arzuları deyərək gəlirlər, ondan bəhrələnib gedirlər. Allah bizim övliyalarımızın yerini nurla doldursun. Abış müəllimə təşəkkür edirəm. Yəqin ki, o Allah tərəfindən Abış müəllimə qismət olur ki, onu bu ideyanı, o irəli sürüb ki, belə bir işi mən görüm. Allah ağamıza rəhmət eləsin, həmşan yerimiz olur. Allah buranı yaradana da kömək olsun, sağlam ömür versin. Sağlam olaq həmşin ziyarətimizə gəlir. Allah ona köməyində olsun, abişan ballarına həmşin toy qismət eləsin. Allah sağlam ömür versin. Həmişə sağlam ömür versin, gəlsin burada ağamızın ziyarətində insan eləsin. Allah ağamıza rəhmət eləsin, qəbrin nurla olsun. Allah da can sağlığı versin, ömrü uzun olsun ki, belə yaradıb.
Gəlirik, həmişə ziyarət edirik. Allah hamının ziyarətini qəbul eləsin. Allah can sağlığı Babam değişir. Size bir maraqlı bir söhbət edir. Babam değişir. Allah bir Məhəmməd ağam şad eləsin. Abştaydan da Allah razı eləsin olsun ki, şəraiti yaradıb, hər il gəlirik. İmkan dairəsində ziyarət edib gedirik. Allah her vaxt var eləsin. Amin. Allah can sağlığı versin. Babamız Cəddi Cenab-ı Sana həmişə köməyində olsun. Geldim ki, benim tezgahım. Bəli, həqiqətən bu günləri rəhmətliyin ad günüdür. Allah Teala ona çox belə qəni rəhmət eləsin. Qubadlı cəmaatı tənsifkeş, qonaqpərəst adamdır. Bu işi də burada yaradan Abış kişidir. Allah onun da ölənlərinə rəhmət eləsin. Bura bir dənə daş qoyulmuşdu. O vaxtı sonra gəldi, buranı qəşəng düzəltdi. Burada böyük nətər deyim, işlər yaratdı. Allah Teala'dan arzu edirəm ki, həmişə deyənlər qonaqpərəst, həmişə bu kişiyə ehtiram eləmək və ona dua eləmək lazımdır. Həqiqətən mənim bir duam var idi. Deyirəm, gəldim buna yalvardım. Dedim ki, Seyid Cədnan qurbanı, budur. Gəldi, ölümdən qurtardı. Mən də sizə, şəxsən sizin o çəkilişinizə deyilmə çox belə məmnun oldum. Bugünkü bu məclisə topalaşanların hamısı da deyilmə, mənim özümkü də hesab elə. Bura Qubatıdan kim gəlib gedirsə deyilmə, hamısı burada deyilmə razılıqla və burada da ki, istənilən kimi deyə bilmərəm, nə cürə lazımdır, o cürə də deyilmə, onlara qayğı göstərilir. Bəli, biz indi yəqin ki, hamımız topalaşmışıq bugün bunun. Dünyadan kötən edilir. Bəli. Mən də deyilən, arzu edirəm ki, Allah Teala həmişə bunun cəddi hamısının üstündə dursun. Mən bunu arzulayarım. Abışdakı yenə deyirəm. Abış açıq mənada deyim. Abışın ürəyi genişdir. Heç kimə deyilmir. Abış həmişə özü hörmətini saxlayan, Abışın bura nə gəlirsə, Abışın deyilən hörmətidir, izzətidir. Bayaq dediyim kimi burada bir dənə bir daş qoyulmuşdu. Abış kişi bax bu cəhri calalı hamısını özü yaratdı. Allah ölənlərinə rəhmət eləsin. Allah canın sağ eləsin. Mir Məhəmməd ağa həm seyidimiz olub, həm gözəl həkim olub, savadlı həkim olub, xalqımıza xidmət göstərib, həm insan kimi gözəl insan olub. O xatirələrini bütün rayon cəmaatı danışır. Bütün rayon cəmaatının evində demək olar ki, ailəsində onun şəkili var. Hətta onun atası Mürsəd ağa ilə bir yerdə şəkili var. Onların şəkili bizim evimizin ən gözəl güşəsindədir. Allah rəhmət eləsin, ruhu şad eləsin. Onun ruhu bizə axirətdə şəfayətçi olsun inşallah. Çox sağ olun. Bugün geldi, bu da rayona gedirdik. Gəlir ziyarət edən birimizi. Abış qardaşımız Allah köməyi olsun. Burada bu şəhətlərə yaradır, bu işləri görüb. Allah ölənlərinə rəhmət eləsin. Allah mirimizə qənə rəhmət eləsin. Mirin cəddi bütün elimizin üstündə olsun. Cəddi öz kömək olsun. O gün olsun, qismət eləsin, öz elimizdə, obamızda, torpağımızda gedək. Orada abidəsini yaradaq, orada ziyarət eləyək.
Amin. Allah milliyə də rəhmət eləsin. Burada əziyyət çəkən bütün qardaşların Allah ölənlərə rəhmət eləsin. Məkanları cənnət olsun. Sağ ol Abış. Allah sənin köməyin olsun. Bu şəhət yatırsan burada. Biz də qəbul ziyarət edelim birimizi. Allah ölənlərə rəhmət eləsin. Sağ olun sağ. Sizə də Allah kömək olsun. Tarih qardaşım çox sağ olun. Bunları çəkib işlandırırsınız. Təşəkkür edirəm sizə də. Var olasınız. Çok sağ olun. Allah səni var. Sağ olun. Sağ ol. Biz de millete. Allah Sağ ol. Allah Sağ ol. Sağ ol kardeş. Çok sağ ol. Var ol ki bu şəhəti yatmışsan burada. Sağ ol. Bize qəbul ziyarət edin. Sağ olun. Var olun. şəkil yoxdur. Sağ olun. Şəhid Nica yox, Nicardan baladır. Nicar yola, şəhid. Acı ol. Yola. Yola. May 2026-cı ildir. Mirimin anam günü ilə əlaqədar gəlmişik Mirlər kəndinə. Allah rəhmət eləsin. Burada Mirsəli babanın, Sara nənənin, Mir Məhəmməd ağanın, Mələkə nənənin hamısının məzarının və eyni zamanda bütün qəbirstanlıq əzizinə Allah rəhmət eləsin. Ruhları şad olsun, məkanları cənnət olsun. Bugün də Mirimin dediyim kimi il dönümü ilə əlaqədar gəlib. Cəmaat çoxdur, aşağıdadır. Ziyarət edib yenilər aşağı, kəndin içinə. Allah bir daha rəhmət eləsin. Allah rəhmət eləsin. Kərəlidir, hə. Sən danış. Qardaş, Allah bugünkü bu gündə Allah Mir Məhəmməd ağaya, Mirsədi babaya rəhmət eləsin. Amin. Allah onların o dünyasını versin, biz də onların Amin. elə bir ki, kölgəsində yaşayırıq. Amin. Ayın 15 idi, mənim bir neçə yaşım var idi, hardisa 16 deyim. Mir Məhəmməd ağa dünyasını dəyişən günü böyük bir qiyamət qopdu. Sel, su, dünya dağıldı. Onda qadınlar ağlaşdı ki, Mir Məhəmməd ağa dünyasını dəyişir. Həmən günü bizim günümüz oldu, heç bir şey. Dünyanı su aldı. Allah hamısına rəhmət eləsin. Amin. O dünyasını versin. Amin. Allah bu xalqa da kömək olsun, ayaqların var eləsin ki, yad eləyirlər. Amin. Salam qağa, Allah sənin də köməyin olsun. Həmcə bu millətinlə birə iştirak eləyəsən. Mirimə, Mirsədi bağıma, burada yatan övliyalara Allah hamısına qəni-qəni rəhmət eləsin. Yerləri cənnət olsun. Mirsədi bağım, Mirsəd ağa, anam həmşə dərdi, Mirsəd ağa. Mirsəd ağa balalarına da kömək olsun. Ətraf millətinə də kömək olsun. Amin. Sevdiklərimizə, balalarımıza, ailəmizə, qohum əqrəbəmizə Allah nəzəri üstlərimizdə olsun. Amin. Hamısının yeri cənnət olsun. Allah hamımızdan razı olsun. Sağ olun bu qədər. Şəhidlərimizin də cənnət olsun. Qazilərimizə rəhmət. Bu palçığa gəlib çıxmışıq buralara. Gəlin, get. Qardaş, Allah köməyiniz olsun sizin də. Mirsədi babama, Mir Məhəmməd dayla, hamısının, bütün övliyalarımızın, seyidlərimiz hamımıza kömək olsun. Mir Məhəmməd dayı mayına 82-ci ilin mayına 15-i rəhmətə gedib. Həmin günü dünyanı bütün su aldı. Elə bilsən ki,
həyat soldu da, həyat soldu. Allah onlara rəhmət eləsin, yerləri cənnəti, ruhları şad olsun. Bizim həmişə ocağımız, seydimiz, sağdığımız, övliyalar bunlar olub. Hər ildə yad eləyirik. Allah yerlərin cənnətli, ruhları şad eləsin. Amin. Allah rəhmət eləsin. Allah qəni-qəni rəhmət eləsin. Mirsəd ağanı, Mir Məhəmməd ağanı, burada yatanları, eləcə də bütün qəbirstanlıqda yatanları Allah rəhmət eləsin. Amin. Böyük Mir Məhəmməd babamın öldüyü gündür. Allah məkanını cənnət eləsin. Biz də oradan gəlmişik bura ki, onu ziyarət eləyək, bugünkü gününü qeyd eləyək. Allah balalarına ömür versin, özlərində məkanı cənnət olsun. Bütün bu Qubadlı əhalisinin ağsaqqalı, Seyidi, Ocağı, Mir Məhəmməd ağa, Mirsədə ağanın bura ziyarətgahıdır. Bu gün də Mir Məhəmməd ağanın ölən günüdür. Biz hamımız da onu ziyarətə gəlmişik. Allah duasından hamımıza, heç birimizi ayırt eləməsin. Allah yerlərin cənnət eləsin, qəbirlərin nurla doldusun. Gerdə qalanlara da Allah səbir versin. Amin. Allah qəni-qəni rəhmət eləsin burada yatanı, bütün qəbirstanlıqda yatanları. Allah rahmet eylesin. Şahslar babanın qəbridir. O bizi Süleyman əmrə gətirdi. Allah hər ikisine rəhmət eləsin. Huzurlu olsun. 15 may 2026 tarixində hamımızın sevimlisi, nəinki Qubadlının, bütün Mir Məhəmməd ağanı tanıyanların hamımızın sevimlisi avtoqəzada həlak olan günüdür. Burada yığılmaqda səbəbimiz onun məzarı yanında əziz xatirəsini yad eləməkdir. Bir övladı kimi həmin günü necə xatırlayırsınız? Ən çox hansı yadında qalan ən çox o keşməkeşli gün deyək, o vahiməli gün deyək, həyəcanlı gün deyək, nəyinə xatırlaya bilirsiniz, nəyinə yadınızda qalıbdır? Bir də imkan olsa Miri babanın, onsuz da hamı bilir övlü olduğu, seyid olduğunu, Miri babanın etdiyi əməllərlə, xeyir əməlləri ilə danışın. Gözəl həkim olubdur, şəfalı əlləri olubdur. Hər tərəfli bir xatirəni bizimlə bölüş. İzləyənləri ilə, sevənləri ilə bölüş. Əvvəla, bugün Mir Məhəmməd ağanın dünyasını dəyişən günü doğma Qubadlımıza, canımdan çox sevdiyim vətənimizə hamınız xoş gəlmişsiniz. Allaha şükür ki, 27 illik həsrətindən sonra hər günüm, elə günüm olmur ki, mən Qubadlını xatırlamayım, anmayım, ağlamayım. Allah dövlətimizi, başda prezidentimiz olmaqla bütün ordumuzu var eləsin. Bu torpaqlarda qanın tökən şəhidlərin qanına mən qurban, onların qanına suvarılır. Canlarından keçib fiziki cəhətdən qazi olanlarımıza mən qurban.
Onların Allah gözün versin, canına sağlıq versin. Şəhidlərimizə rəhmət eləsin. Hal-hazırda olan ordumuzu Allah qorusun. Allah dövlətimizə zəval verməsin, bu bir. İkincisi də qurban sənə, Miri babanın məhəllisində hamınız, məhəllis deyəndə, yəni mümkün bir bölməyə, qəbri ziyarət eləməyə, anam günlə xoş gəlmişsiniz. Mən Miri baba dünyasını dəyişəndə 11 yaşım vardı. Yəni mən çox xatırlaya bilmərəm də. Aradan 44 il keçib. Miri baba özdəki el insanıydı da. Miri baba övladları ilə rahat oturub bir dəfə şeyləmir. Ancaq xalqın problemlərinə, hamının işlərinə, güclərinə. Babam həkim idi, gedirdi, gecə gəlirdi. Tutaq ki, anam deyirdi, biri niyə gec gəlir? Deyirdi ki, gələndə filan kəsi gördüm, ucaq kətdən olurdu. Apardım onu qoydum. Qaydanda gördüm, biri var, o biri kətləndi, deyirəm ona qoydum ki, piyada getməsin də. Mən də deyir, belə insanlıq eləmək istəyirəm də, yəni insanlıq baxımından. Ona görə deyir, aşkə, gec gəldim, çıxırım evə. Vallahi babamın haqqında onun balalarından çox onu sevən, onu tanıyan, onunla təmasda olan insanlar daha çox tanıyar, danışa bilərlər. Çünki mən nə danışım, babama qurban olum. Bir dənə onu bilirəm ki, bir Məhəmməd baba dünyasını dəyişən günü, biz 3 günüdür ki, Dondarı məktəbə çərəliyə üzümə gedirdik. Həmin gün rəhnimi ilə mən istəmədi, qəribə qəfildən deyir ki, biz getmirik. Heç nədən. Allahdan elə bir ki, bir baba da maşına minib gedəndə mən elə bir ki, bizim yatma otağımız var isə belə həyat açılırdı. Belə baxdım ki, babam belə başına sökəndi, belə maşına şeyləyib, o İzzətinlə getdi. Heç aradan 2-3 saat, 3-4 saat keçmədi. Babamın hayı gəldi. Nə hayı, nə hayı. Onu görənlər də görüb, babamın dünyasını dəyişən haqq hesablarını da görüblər. O əbabil quşlarının bir Məhəmməd ağanın üzrə dəfn günündə çığlıq yapdıqlarını da insanlar necə görüblər. Dünya qaraldı da, Miri tək balalarından yox, bütün elindən, sevənlərindən getdi. İndi Allah onu sevən elin var eləsin, xalqı var eləsin, Miri sevənlərin Allah hamısının canı sağ eləsin. Sən də şəhid qardaşsan, sənin də şəhid qardaşına mən qurban, məğrur qardaşımızın da adını elə bir Məhəmməd babanı qoyubdu. O da bizim elə qürur mənbəyimizdir, qürur duyduğumuz oldu. Belə də yəni xatırlamalar bəlkə də çox olar. İndi nəysə biraz danışa bilmirəm. Sözün bitdiyi anlar var da. Hədi. Talih müəllim, çox sağ ol qardaş. Allah köməyiniz olsun. Ziyarətiniz qəbul olsun. Xoş gəlmisiniz. Mənim üçün dünyada ən böyük xoşbəxtlikdir ki, elim oğluma gəlirəm. Mən burada heç vaxt rahatçılıq güdmədim ki, bu gəldiyim müddətdə ki, mən burada nəysə rahat. Həmişə yalvarırdım ki, ya Rəbbi, Qubadlı, Qarabağ alısın. Mənim orada köməm olsun, millətin orada villası olsun. Amma mənim deyilir, villam olmasa da mənim də şəraitim olsun ki, gələnlərimi yaxşı qarşılayım. İnşallah. Nəysə, yəni ki, mən elə bir iddiasız adamam, Allaha şükürlər olsun. İndi də çox sevinirəm ki, babamın dünyasını dəyişdiyi gün olmağına rağmen bu gün buna cəmaət ziyarata gələ bilir. Allaha milyon şükür. Yəni mən sözlər var ki, içimdə yığıram, qalır onları. İçimdə onu Allahımla öz aramda danışıram. Yəni hamınız xoş gəlmisiniz. Başqa çox şey danışa bilməyəcəm. Həqqi deyirəm. Gün bu gün olan qadağalara baxmayaraq, cəmaət buradadır. Hətta buradakı durduğumuz yerdəki qadağalar da görürük də. Ona görə də şükür Allaha. Vallahi şükür Allaha. Elimiz var olsun. Allah elimiz var olsun. Dövlətimizi, xalqımızı var eləsin. İnşallah cəmaət sakinlər köçsünlər el obasına. Allah nə tək torpaqlar azad olub, tezliklə də abad olsun. Hamı yurdunda, yuvasında rahat olsun, mehriban olsun. Əvvəlkindən də yaxşı mehriban olsun. İnşallah. Bu pərakəndəlikdən qurtular inşallah. Sizin vətənpərvər olduğunuzu bilirəm. Yəni sadəcə üz-üzə qarşı tərifləmək də istəmirəm. Amma bildiyim qədər, izlədiyim qədər çox can atırsınız kəndinizə, yurdunuza, babaların ocağına, babaların məzarlarına. Yəni bir fərqli insansınız. Yəni yenə deyirəm, istəməzdim üz-üzə tərifləyim. Amma yanğılarınızı görürəm, əlinizə elə bir manat düşən kimi çalışırsınız ki, gəlib kəndinizi ziyarət edəsiniz. Bugün də çalışırsınız ki, kəndiniz üçün, kənddə gəlib bir oturmaq üçün bir oturacaq stolunuz olsun. Nəsə eləmək istəyirsiniz. Bu ocaqda, bu Miri babanın məzarı yanında gəlib ziyarət edənlər üçün istəyirsiniz, şərait yaradasınız, çən qoydurmusunuz, su düzəltdirmişsiniz. Suyun çəkilməyində bu gün sizin elə xüsur rolunuz oldu. Allah köməyin olsun, Zahir qardaş. O kran sınmışdı, onu düzəltdirdin, o suyun, o tonluq çəli suyu gətirməyində sənin də mənim təşəbbüsümə qoşulmağına Allah razı olsun, çox sağ ol deyirəm. Bəli, mənim yaşam səbəbim torpaqlardır.
vətən and olsun Allaha. Sadəcə biz Bakıda belə deyək də, dolanışıq xətrinə həyatı, uşaqlarımızı məhkumluq həyatı yaşayırıq, belə deyim. Yəni qurban olum Azərbaycanın hər qarşısından Bakılı, Şəkili, Qubadlı. Amma yəni Qubadlının, Qarabağın alınması mənim bəlkə də ömrümü uzatdı. Çünki tükənirdim həqiqətən, dağlarımda tükənirdim bu dərəcədə, tutmaq istəyirəm yarın. Mən onsuz da mənsiz bura Mirsəd Ağa ocağına imkan tapıb gələnlər, Qubadlıya gələnlər gəlib mütləq ziyarət edirlər. Belə də pərakəndəlik olur da, indi istəsəm ürəyinə keçir 1 manat qoysun, 3 manat, 5 manat. Mən də fikirləşdim ki, bu pərakəndəlikdən qurtulmaq üçün bir xeyir ehsan qutusu qoyaq. Olan hər nəsə dama-dama görür. Mən o sualı verəcəydim sizə ki, onu izah eləyin, görün, bax, o qutunu. Elə sözüm ona gəlir ki, bu qutunu ancaq xeyir ehsan üçün. Burada yığılan pulu Allah qoysa, özümüz də indi qrup yaradacağıq, kənd qrupumu, el qrupumu, nəsə qohum qrupumu çalışacağıq ki, inşallah toplayaq. İnşallah 400 kilometrə qədər yol gəlirlər, Mirsəd Ağanı ziyarət edirlər. Burada bir oturmağa şərait yoxdur. Yayın güləşində kölgələnməyə şərait yoxdur. Qışın yağışında, qarında. Mən də istəyirəm ki, burada bir şərait olsun. Siz də bağışlayın. Sonra insanlar ehtiyacını gidərmək üçün yer olmalıdır, ayaq yolu olmalıdır. Hər nəsədir, su Allaha kömək olsun. O Nizaməddin əmi qoyubdur onlar çəni. Yəni Allah kömək olsun ki, sən də təşkil elədir, çəni doldurdur onlardır. Yəni deməm o ki, biz istəyirik ki, elementar şəraitimiz olsun burada. Dövlətin işinə qarışmamaq şərtilə, dövlətin heç vaxt heç kim dövlətçiliyi elə bilməz. Sadəcə indi hələ ki, gəlib gedənlərin rahatçılığı üçün bunu istəyirik ki, bir balaca burada nəyisə eləyə bilək. İnşallah Allah qoysa, indi hələ başlanğıçdır. İndi bilmirəm, gecikmiş addımdır, bəlkə də indən sonra daha yaxşıdır. Kimsə bəlkə məni qınayar, bəlkə də bu təşəbbüsümü alqışlayar. Amma sadəcə bizim məqsədimiz buradan xeyir gütmək yox, bu xeyir verməkdir. Ki, babaların elə ehsanatında bu pərakəndə şəkildə olmasın, toplayaq. Bu ailələrlə inşallah kəndin, elin, nəsədər, yəni elimizin gələnlərin xeyir ehsanatına sərf olsun. Mən anladım ki, belə düz başa düşdümsə, bu xeyir qutuya atılan pullarla, ondan yığılan iyanə ilə məzar yanında gələn ziyarətçilər üçün rahatçılıq üçün, ziyarətçilər rahatçılıq üçün şərait yaratmaq istəyir. Yəni bu el üçündür, bir sözlə el üçündür yaratmaq. Mən bunu biraz belə birinin balalarına qurban olum, qardaşlarım da var, bacı da var. Amma yəni ki, mən çox vətənə bağlılığından dolayı elədim. Yəni bunu yəni Mirsədini, Yalbiri, Qaraq babanı, heç kimi başının üstə iş görmədən yox, iş görmək kimi yox. Sadəcə deyim ki, qoy mən belə bir şey eləyim, çalışaq bu təşəbbüskarlığına, nəysə gəlirik, özümüz də bu narahatsızlığı, şəraitsizliyi görürük də, ondan dolayı elədim. İnşallah bizim missiyalar nə varsa onu eləyərik, qalanı da Allaha təvəkkül. İnşallah elə biləm Allahın da hamı məni gözəl anlayar və bu təşəbbüsünü də yanlış anlamadım. Bu bayaq su məsələsindən ki danışdınız. Məlumunuz olsun ki, indi mən bu dəfə suyun qırılmış kranın təmirində də sağ olsunlar, mən xahişimə kömək eləyənlər. Fariz İsayevdir, Qubadlı Su Meliorasiyada Qəza Xidmətinin rəisi, Ramil Yusufovdur və onların rəhbəri Əlsalam Bayramov. Çox sağ olsunlar, çox təşəkkür edirəm ki, su ilə təmin elədilər, qırılan kranı da təmin elədilər. Təşəbbüskarlığı, sən də bizlə bərabər təşəbbüskar kimi orada çıxır. Yəni səsimə səs verdilər, ona görə də mən onların zəhmətini dəyərləndirirəm, minnətdarlıq edirəm. Allah razı olsun, çox sağ olun hamınız, inşallah. Biz burada indi hələ ki tam şərait yoxdur da, gücümüz çatdığı dərəcədə yəni istəyirik ki, dərs eləyək. Böyük bir şəkildə heç də eləyə bilmir yaxınımızda da. Allah dövlətimizi var eləsin, inşallah abadlar, daha da gözəl inşallah şəraitdə insanlarımız elimizdə, obamızda gözəl şəraitdə yaşayanlar və gəlib ziyarət edənlər. Zar müəllim, Zar Qubadlı, mən sizə salamlayıram. Bugün xoş bir təsadüfdür. Biz bugün Mir Məhəmməd Ağanın anım günündə görüşdük. Sizinlə görüş çox xoşdur. Həmişə arzuladığım, həmişə istədiyim bir görüşdür ki, biz bugün bura qismətiymiş, burada görüşmüşük. Sən hər zaman rayonumuzun, Qubadlımızın görkəmli səslərini işıqlandırırsan. Bu gözəl missiyanı sən, mən fikir verirəm, çox həvəslə yerinə yetirirsən. Bu işlərində Allah sənin yardımcın olsun. Biz də sənə uğurlar arzulayırıq.
Bugün Mir Məhəmməd ağanın anım gününə əlaqədar olaraq sən də hər kəsdən fərqli olaraq öz kameranla yəni bura ziyarətə gəlmişsən. Mən də sizə deyirəm, Allah ziyarətinizi qəbul eləsin. Allah cəmi ziyarətə gələnlərin ziyarətini qəbul eləsin. Yəqin ki, sizin öz deyəcəkləriniz var. Salamlayıram sizi Talih müəllim. Öncəliklə Qubadlı yurdundan, doğma Qubadlıdan bütün izləyənləri salamlayıram. Nəinki Qubadlıları, bütün Qubadlı sevərləri, işğaldan azad olmuş yurtları dəyərləndirən, qədrini bilən, şəhidini sevənləri, torpaqlarımızın azadlığı uğrunda canından keçənləri, əziyyəti olanları qiymətləndirənlər, bütün hər kəsi, bütün Azərbaycanlıları salamlayıram. Hətta Respublikadan kənarda olan soydaşlarımızı da buradan salamlayıram. Bura Azərbaycandır, bura yurt yeridir, bura doğma Qubadlıdır, Mirlər kəndidir. Talih müəllim, bugün 15 may tarixi bilirik ki, sevənlər bilir ki, Mir Məhəmməd ağanın avtoqəzada dünyasını dəyişən gündür. Həmin günü mən belə xatırlayıram. 6 yaşım vardı, 1982-ci ildə mənim 6 yaşım vardı. Yadımdadır ki, mən Kəfşəndə olanda uşaq idim də. Gördüm ki, qadınlar dizinə çırpa-çırpa qaçırlar kəndə sarı. Vay nəsəylə, vay şivənlə. Mən anlamırdım onda nə baş verdiyini. Sonradan zamanla anladım ki, elimizin sevimlisi yol qəzasında həlak olubdu Mir Məhəmməd ağa. Sonradan zaman keçdikcə, yaşa dolduqca böyüklərin danışdıqlarına, şəxsən dünyasını dəyişmiş atamın danışdıqlarından eşitdim ki, məlumat üçün deyim ki, mənim atam Mir Məhəmməd baba ilə işləyibdir, yəni təcili yardım sürübdür o vaxtlar. Sovet dönəmində təcili yardım sürülmüş Vilis maşın. Həmişə Mir Məhəmməd babanın barəsində yaxşı sözlər danışırdı. Onun övliya olmağı, seyid olmağını onsuz da hamı bilir. Məsələ ondadır ki, bu adam insan kimi insanıdır, Allahın sevimli bəndəsi idi, Allaha yaxınıdır. Yəni, etdiyi əməllərlə xalqın sevimlisi olmuşdur, xeyirxah əməlləri ilə. Bilirsiniz ki, hamımızın əhatəsində seyid də var, molla da var, namaz qılan, itayət edənlər vardır. Amma gəl görək, bax, tanıdığımız, mən şəxsən izləyənlərə deyirəm, tanıdığımız ibadət adamları hamısı canı könüldən, Allah deyənlə olurlarmı? Yəni, insaniyyət üçün. Bu günləri uzaq məsafə insanlar qət edirlər, həcc ziyarətinə gedirlər. Amma burada bir ehtiyacı olanın qarnını doyurmağa lüzum bilmirlər. Amma Mir Məhəmməd ağa eşitdiyimə görə, böyüklərin danışdığından bəlli olur ki, nəinki şəxsi vəsaiti ilə, öz vəsaiti çatmadığı qədər şəxsi münasibətləri ilə, dostların vasitəsilə çalışıb kəndi üçün nəsə eləsin, eli üçün nəsə eləsin. Bax, o Çabərşadın üzərindən adlayan körpünün ilk vurucusu Mir Məhəmməd ağa olub, mən bildiyim qədər. Yəqin razılaşarsınız. Yol çəkilişində eşitdiyimə görə çoxlu əməyi olubdur. Gücü çatan qədər, yenə deyirəm, vəsaiti elə imkanlı adam olmayıb, amma dostlarının hesabına, şəxsi münasibətlərin hesabına bunları edibdir. Və sonra da eşitdiyimə görə böyüklərin danışdıqları, həkimlərin danışdıqlarından da eşidirəm ki, həkim olduğu dönəmdə xəstələrinin öz kollegalarına məsləhət bilirmiş ki, xəstə gəl həkimin yanına gülə-gülə çıxmırsa, demək ki, yaxşı həkim deyildir. Yəni, həkimlərin həm də psixoloq olurdu xəstələri ilə. Sizə məlumat üçün bir şey də deyim, Talih müəllim. Mənim şəhid qardaşım Məğrur Şirinovun adını Mir Məhəmməd ağa qoyulmuşdu. O da belə olmuşdu. Atam körpə vaxtı qardaşımı gətirib ki, mənim balama ad qoy. Mir Məhəmməd ağa deyib ki, bəs öz axsaqqallarına tövsiyə edib ki, axsaqqalların qoysun. Deyib ki, mənim axsaqqalım elə sənsən. Qismət belə gətirdi ki, qardaşım da şəhidlik zirvəsinə ucaldı və ən ali mərtəbələrdə oldu. Allah rəhmət eləsin. İkisini də demək olar talihi oxşar oldu. Mir Məhəmməd ağa el yolunda, qəzada dünyasını dəyişdi. Qardaşım da el yolunda şəhid oldu.
Bugün də onun əziz xatirəsini yad eləmək üçün kəndinə gəlmişik, yurduna gəlmişik, məzarı önündəyik. Allah rəhmət eləsin. Deyərdim ki, Allah balalarına xoş günlər qismət eləsin. Onu sevənləri, onu ziyarətə gələnləri, ziyarətlərini Allah qəbul eləsin. Və elə bu yerdən də ayağımız durduğu torpağı bizə hədiyyə eləyən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Müzəffər ordumuza buradan güc, qüvvət, ali başkomandarımıza da yenə güc, qüvvət arzulayıram, var olsunlar. Təşəkkür edirəm tariximdə. Çox sağ ol qardaş, Allah səni var eləsin, sənin həqiqətən də zəhmətin, əziyyətin çox böyükdür. Bugünkü gündə, yəni Qubadlımızda tanınmalı olunan insanları tanıtmaq üçün sənin çox əməyin var. Mən buna görə sənin minnətdarlığımı bildirirəm. Bir həmkar olarak, bir minnətdarlığımı bildirirəm. Bunu nə həvəsən, nə marağa. Bax, yəni elədiyin işin elə bir ki, mən bilirəm ki, sən də təmənnasız edirsən. Burada bu qazanc yeri deyil. Bəli. Öncəliklə Talih müəllim, sizə minnətdarlıq edirəm ki, zəhmətimə dəyər verdiyiniz üçün. Yəni mənim yolum həqiqətən çətin yoldur. Bu bir missiya çətin yoldur, həm məsafəmiz uzaqdır. Buna da siz dəyər verirsinizsə, mən qürur duydum, sağ olun. Yurda ilk ayaq açdığım gün 2021-ci il iyunun 4-ü olub. Bu yurtda da eşitdim ki, yurt yerində də həmin hadisəni eşitdim ki, jurnalistlərimiz miniyə düşdü. Bizim şəhid Sirac qardaşımız da onların içərisində olmuşdu. Həmin günü mənim ilk ziyarətim olmuşdu. Həmin gündən sonra mən yurda ziyarətdən qala bilmirəm. Davamlı gəlib gedirəm və şəhidlərimizin plakatları ilə, şəhidlərimizin məzarları ilə ünsiyyətə girirəm. Uçulmuş dağlar, daşlarımızla, uçulmuş evlərimizlə ünsiyyətə gedirəm. Sanki mən onu yaşayıram onlar. Ruh dili ilə onlarla danışa bilirəm. Və onunla təskini alıram ki, gəlib gedəndə də yəni yurdumuzu sevilməsi üçün əlimdən gələn qədər təbliğat yönümlü videolar çəkirəm. Əgər siz izləyirsiniz, bilirsiniz, mənim videolarım hamısı təbliğat yönümlü. İstərsə təbiətdə olan heyvanların qorunması, istərsə də yaşıllıqlar, istərsə də şəhidlərimizin əziz xatirələri unudulmaması. Bundan heç bir təmənnə güdmürəm. Təbii ki, çətindir, əziyyətdir, xərsdir, gəlib getmək mənim üçün biraz çətindir. Amma buna baxmayaraq usanmıram. Mənim sağlamlığım da buradadır. Nədən ki, mən elə göründüyü kimi sağlam adam deyiləm, amma mən bu yurt yerinə gəlib getməklə buradan enerji alıram və biraz da yaxşı oluram. Allah qəbul etsin ziyarətinizi. Bizim də qismətimizə var. Yeri cənnət. Amin, amin. İnsanında olsun. Allah balalarına, nəvələrinə can sağlığı. Sağ ol abi, sağ ol. Allah korusun. O yakın vagonda. Sadece zaten çıkartmak Allah canını sağ olsun. Nasıl canınız olsun? Allah kabul etsin. Allah kabul etsin. Sen yedin ki ver. Özü yaxşı qızmadı, soyuq qızmadı. Allah köməyə edir. Əla. Sen yok yoksa bırak. Ben şekerim. Buradan eski
Bunda da geleceğiz. Ne? Ha, yeğenler dursun ki yemeyenler gelsin. Navra sen ne sevmek istedim? Yok yok yeni acısı yok. Yemek yapmış kola. Talih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum.